Hörmətli dostlar, bir daha sizi salamlayıram. Bugün İngilis dilinin necə dünya dili olduğuna dair qısa bir fikir mübadiləsi etməyə sizi dəvət edirəm. Çox maraqlıdır hər halda bir çox artıq Azərbaycan məktəblərində, eləcə də dünya məktəblərində İngilis dili geniş şəkildə tədris olunmasına baxmayaraq, təəssüflər olsun ki, ingilislərin tarixi, mədəniyyəti və ingilis dilinin bugünkü səviyyələrə necə gəldiyinə dair çox az məlumat sahibi oluruq. Bu nə işimizə yarayır? Yəni niyə biz bunu bilməliyik? Vacibdir ki, biz bunu bilək. Ondan ötürü ki, əvvəla metodik olaraq ingilis dili illərlə tədris olunmağına baxmayaraq, təqribən 9 il, bəzən 10 il məktəblərdə ingilis dili keçirilməyinə baxmayaraq, nəticə etibarilə məktəblərə məzun olan uşaqlar ingilis dilini öyrənmədən məzun olurlar. Birincisi, bu özlüyündə böyük bir sıxıntının xəbərçisidir deyə düşünürəm. İkincisi, ingilis dilini öyrədənlərin, yəni müəllimlərin, eləcə də ingilis dili öyrənənlərin sanki belə bir gündəmi yoxdur. Yəni, onlar bu ingilis dili son 50 ildə və ya 70 ildə beynəlxalq simanı necə dəyişdirdi və hansı mərhələlərdən keçərək buraya gəldiyinə dair sanki ya məlumatı yoxdur, ya da ümumiyyətlə bu məsələni görməzdən gəlirlər. Halbuki, ən az ingilis dilinin özünün öyrənilməyə qədər, hətta daha çox vacib labüddür ki, biz ingilis dilinin və İngilis imperiyasının ya da Britaniya imperiyasının hansı addımlara ataraq bu nailiyyətə, yəni bunu etiraf eləmək lazımdır, bu İngilis mədəniyyəti adına və ya Britaniya dövləti adına ya da krallığı adına böyük bir nailiyyətdir ki, dünya əhalisinin bugün artıq baxmayaraq ki, sadəcə 400 milyonu İngilis dillidir, amma 1 milyard yarım, 2 milyard arası insanı artıq İngilis dilində danışır. Yəni, dünyada 8 milyard və ya 8 milyard yarım insan olduğunu əgər təxmini hesablasaq, bu dünyanın 1/4-nə bərabərdir. Və umumən bu günləri bütün beynəlxalq yazışmalar, diplomatik görüşmələr, ticari anlaşmalar və s. Ortaq dil olaraq İngilis dilində aparılmaqdadır. Və bu hansı mərhələlərdən keçərək, çox qısa şəkildə onu nəzər yetirək, hansı mərhələlərdən keçərək bu nailiyyət əldə olunub və mənim diqqətimi bu məsələni araşdırarkən nə cəlb edib, onu sizinlə bölüşmək istəyirəm. Əvvəla onu deyim ki, hər nə qədər ilk baxışda təəccüblü olsa da uzun illər, hətta uzun 100 illər deyim, 3 əsrdən uzun bir müddət İngilis zadəganları, yəni aristokratları, yəni lordlar, İngilis dilində danışmağı özlərinə qəbahət hesab ediblər. Yəni, İngilis saraylarında İngilis dilində yox, fransız dilində danışıblar. Və bu fransız dilinin hegemoniyası 1940-cı ilə qədər, 30-cu, 40-cı ilə qədər davam edib. Yalnız ondan sonra müəyyən faktorların devrəyə girməsi ilə İngilis dili artıq beynəlxalq ölçüdə fransız dilini geridə qoymağa başladı. Hətta bu əsrdə deyim ki, yəni 21-ci əsrdə ümumiyyətlə fransız dilinin yaşama şansı çox azdır. Yəni fransız dilinin yaşam millətlə bağlı olaraq, yəni milli deməli yox olma ilə bağlı olaraq və ya millətin sayının kütləvi şəkildə azalması ilə bağlı olaraq deyə bilərəm ki, yaşama şansı yox hökmündədir. İndi baxaq görək nə səbəb oldu buna. Əlbəttə ki, ümumən İngiltərənin özünün böyümə mərhələləri, yəni bir krallıq olaraq və ya dövlət olaraq böyümə mərhələləri onların su vasitəsilə, yəni okeanlar vasitəsilə dünyanın açılması və kolonilaşdırma, yəni müstəmləkə siyasəti ilə bərabər İngiltərə böyüməyə başladı. Bunun əsas və bariz səbəbi ondan ibarət idi ki, onlar xaslı yürüşlərindən qalan mirasa sahib çıxa bilməyəcəyini anladılar. Yəni, quru torpaqlarda artıq hegemonik güc olma iqtidarında olmadıqlarını anladıqları üçün o dövrün hegemonik gücü olan Hollandlarla mübarizəyə girişdilər və 16-cı əsrdən sonra böyük nailiyyətlər əldə edərək 18-ci əsrə qədər dünyanın bir çox yerini əhatə edən müstəmləkəyə sahib oldular. Bəli, çoxsaylı insan qətliamlarına səbəb oldu bu.
millətlərin yox olmasına səbəb oldu. Xüsusən Amerika qitəsində yerli əhalinin sayı 100 milyonlarla ölçülürsə, böyük mədəniyyətə sahib idilərsə, onlar yox oldular. Bunlar danılmaz gerçəklikdir və danılmaz bir faktdır. Amma əsl gücünə, yəni ingilis dilinin bu qədər əsl gücünə səbəb olan 3 təməl faktoru sizinlə bölüşmək istəyirəm. Onun birincisi Amerika faktorudur ki, Amerika 1-ci və 2-ci Dünya müharibəsinə girmədiyi üçün, müharibədən kənarda qaldığı üçün çox güclü bir şəkildə köhnə dünya deyilən Avropa üzərində hegemonik güc sahibi oldu. Və Amerikanın da dil olaraq ingilis dilini tərcih etməsi səbəbilə ingilis dili dünyada öz bugünkü yerini tutmuş oldu. Birinci səbəb budur. İkinci səbəb ondan ibarətdir ki, futbol deyilən bir gerçəklik var. Dünya əhalisinin bəlkə də 2 milyarddan və ya 3 milyarda yaxını futbolla o və ya bu şəkildə əlaqəli insanlardır. Və təxmini hesablamalara görə yarım milyard insan futboldan qazanc əldə eləyir. Yəni bu çox böyük bir təsir dairəsinə sahib olan bir olğudur. Yəni biz bunu qəbul eləməliyik və futbol özü İngiltərədən ortaya çıxdığına görə onun terminləri də artıq dünyanın hər tərəfində yayılmağa başlayır və mən futbol haqqında danışmaq istəmirəm, xüsusi bir mövzudur. Sadəcə futbol olaraq ya da idman olaraq görməyin, artıq çoxdan bu məsələnin ötəsinə keçib futbol və çox geniş təsir dairəsinə, hətta deyərdim ki, lüzumsuz təsir dairəsinə sahib olub və insanları, kütlələri, xüsusən avam kütlələri öz arxasınca körtəbii şəkildə apardığını bacardığı üçün bu arada haşiyə çıxıram. Şükürlər olsun ki, Azərbaycanda o qədər də yoxdur bu futbol. Yəni, bu məsələdə ən azından biz geri qalmışıq. Və bu bağlamda İspaniyanın son diktatorunun bir sözünü sizə xatırlatmaq istəyirəm. Necə oldu siz diktaturanızı 20-ci əsrdə bu qədər uzada bildiyiniz sualına belə cavab vermişdi ki, 4 F ilə. O 4 F-dən biri futboldur. O dövrdə Real Madrid futbol klubuna olunan yatırımlar hesabına Real Madrid dövrün Çempionlar Liqası Çempionlar Kuboku sayılırdı. O kubokun 5 il arxa-arxaya sahibi olmuşdu və insanlar futbola maraq yönəltdikləri üçün kütləvi şəkildə bu diktatorların da işləri olmamışdı. Yəni, eyni zamanda bir idarə etmə şəklidir. Yəni, futbolu sadəcə futbol olaraq görmüyorsunuz. Futbolun arxasında çox böyük bir arxa plan var, çox böyük bir hesablamalar var. Və üçüncü məsələ, çox diqqətimi çəkdi mənim bu. Bilirsiniz, bizim ümumən belə bir anlayışımız var ki, dil məsələsində xarici dillərdən bizim dilimizə hansısa bir kəlmə daxil olanda bu çox böyük bir tepkilərə nədən olur. Yəni, buna bir qrup bundan mücadilə aparır ki, o dildən bizim dilimizə hər hansı bir söz daxil olub. Bu bizdə mi təkcə belədir? Xeyr, təkcə bizdə belə deyil. Məsələn, Fransaya baxın, Fransa xüsusi akademiya içərisində hətta xüsusi bir şöbəsi var ki, bununla mübarizə aparır. Hətta fransız dilçilər deyir ki, xüsusən latın dilindən bilirik ki, çoxlu kəlmələr keçib fransız dilinə. Onlara qarşı bir savaş açıb təbir caizsə və bunun qarşısında dururlar. Türk dili nümunəsində olduğu kimi, məsələn 1932-ci ildə təqribən qurulan o dövrki Türk dil cəmiyyəti, indiki Türk dil qurumu hər nə qədər başqanı və ya o dövrdə çox təsirli şəxslərdən biri, deməli, adını tam olaraq deyim sizə, deməli, Haqob Martayan sonradan Dilaçar olaraq Atatürk onun adını dəyişdirdi. Olsa da, o da qədim dillərdən, yəni xüsusən ərəb və fars dillərindən türk dilinə keçən kəlmələrə qarşı böyük bir savaş meydana gətirdi və bunun türk dilinin yaranmasında böyük bir uğur olduğunu iddia etdi. Əlbəttə ki, bu belə deyil və bunu indi nə ilə əsaslandırıram, onu sizə deyim. Ümumən ingilis dilində ingilis dil qurumu adında bir qurum yoxdur. Yəni, İngiltərənin özündə, Britaniyada, nə də Amerikada belə bir dil qurumu yoxdur. İngilis dili bütün dillərdən sözləri qəbul eləyir, onları reformə eləyir və özünküləşdirə bilir. Məncə, uğurun altında yatan ən önəmli səbəblərdən biri də budur. Çünki bu minvalla, təqribən 20 il bundan əvvəl mən Oxford lüğəti almışdım, 20-25 il bundan əvvəl. Orada 150 min deməli, kəlmə və ifadə yer alır. 150 min kəlmə və ifadə. Demək, İngilis müfrədatı hazırlanarkən İngilis şagirdlər üçün ortalama 60-70 min kəlmədən ibarət olan bir müfrədat hazırlanır və o kəlmələrlə 10 il ya da 12 il müddətində İngilis şagird tanış olmuş olur. İndi müqayisə eləyin də bizim dillə müqayisə eləyin ya da digər dillərlə müqayisə eləyin, bildiyimiz dillərlə müqayisə eləyin, rus dili ilə, alman dili ilə, digər dillərlə müqayisə eləyin. Görün nə qədər